Ya Allah, hər vaxtınız xeyir olsun, əziz xalqımız, əziz millətimiz. Allah sizlərə bərəkət versin. Əziz dostlar, bu gün sizə, baxın belə bir yarımçıq tikilini inşallah təqdim edirik dostlar. 1,7 sotdadır və bələdiyyə sərəncamı var. Əvvəlcə gəlin çöldən sizə izah eləyək. Gəl tural. Baxın dostlar, evimizin qarşı tərəfi və yan tərəfi tam açıqdır və arkada kiçik bir torpaq hissəsi var. Burada satılır. Kəməri zadı hamısın. Yəni görsət tural kəmərin. Baxın dostlar, evimiz cütdaşla inşa olunub. Kəməri var, üstü dəmir şifirdir. Baxın əziz dostlar, bu gördüyünüz sahə bir sotdur. 100 kvadrat metrdir, buranın da bələdiyyə sərəncamı var, buranın da sahibi satır. Yəni bu evi kim alsa, alıb bura qata bilər və buradan ayrı qapı da açıb, burada başqa bir evdə tikə bilər. Kürsümüz də 9 daşdır, 1 metr 80 sandır. Bir də əziz dostlar, bir şey də qeyd eləyək. Buralar hündür ərazidir. El arasında deyirlər, dağın başıdır, yəni hündür bir yerdir. Burada nəmişlikdən söhbət belə gedə bilməz, çox əla bir yerdir. Və kommunal xəttlər də hamısı evin qarşısından keçir. Bu da evin həyat hissəsidir. Baxın əziz dostlar, 1,7 sotda. Dur, padval görsət. Padval zəhmət olmuş, padval görsət. Yaxşı, Evdən görsət. gördüyünüz kimi bura evin padval hissəsidir. Altında yəni gəzmək olur. Hardasa bir 8-9 daşdır. 9 daşdır, 1 metr 80 sandır. Və əziz dostlar, evimizdə 3 yataq otağı, 1 qonaq otağı və kifayət qədər də genişdir. Evin çöldən çölə kvadratı 110 kvadratdır. Çöldən çölə 112 kvadratdır daha doğrusu. 3 yataq otağı, 1 qonaq otağı, mətbəx və hamam sanitar qovşağından ibarətdir. Gəl təqdim edəziz qardaşım, zəhmət olmasa. Əziz dostlar, qapıdan içəri girəndə sağ tərəfdə evin mətbəx hissəsidir. Panorama pəncərə kimi geniş pəncərə qoyub ki, rahat həm işıqlı olsun. Bir otağımız yetişki buradaydı. İkinci bir otağımız. Buranın ölçüsünü deyim, bura 5'in 5'in 3,40'adır. Yəni 5 uzunluğu belə 3,40'adır. Pəncərədə baxın, küçəyə baxır. Küçəyə açılır. Buranın dedim qonaq otağı. Yox, oradan keçək bura qonaq otağı. Baxın əziz dostlar, 3,40'ın da tam 4'ə buradır. Yataq otağıdır, 3,40'ın 4'ə. Sorunpol bir dənə təqdim edəcəm olmasa. Baxın, sorunpoldur, döşənib qəşəng taxtalardan. Hamam sanitar qovşağı əziz dostlar. Buradır, burada da beton tökülüb. Sonra buranı göstər, buranı göstərdim sən. Mətbəqi də göstərdin. Bəli. Əziz dostlar, baxın, burada da qəşəng panorama pəncərə, geniş, işıqlı. Altının 4'ə əziz dostlar. Qonaq otağımızdır, altının 4'ə. Kolun taxtaları da döşənib yerə, millər atılıb. Burada əsas işlər görülüb. Mətbəxin də pəncərəsinə baxın, zəhmət olmasa, göründüyü kimi panoramadır. Qapının ağzını çıxaq. Bir dənə evin yan tərəfində görsət. Bir dənə buradan çevir yan tərəfini görsət. Baxın əziz dostlar, gördüyünüz kimi üstü dəmir şifirdir. Gözəl şəkildə kəməri tökülüb. Yəni tikintiyə söz yoxdur. Çox əla şəkildə bürəbrəsi var. İndi gələn özü görəcək inşallah əziz dostlar. Deməli, son təqdimat. Evimiz çox münasib qiymətə satılır belə vəziyyətdə. Bundan sonraki xərclə hesablanacaq. İndiyənə qədər çəkilən xərclə hesablanacaq əziz dostlar. 1,7 sotda bələdiyyə sərəncamı özü köhnə tarixdir. İnşallah ki, çıxarış almaq mümkündür. Qiyməti əziz dostlar, belə vəziyyətdə 75.000 manat təyin olunub ev sahibi tərəfindən. İndi burada o kommunal xərclər də var bəzi. Onlar da razılaşacaq. Ola bilsin ki, onlara ev sahibi özü elədi, ola bilsin ki, alan şəxs özü elədi. Yəni razılaşmaq mümkündür. Çox əla bir yerdədir, qiymət də münasibdir. Bundan sonra da elə çox xərci qalmayıb. İnşallah burada hesablanacaq. Kimə sərf eləsə qiymət inşallah ki, alar, təmir eləyər. Yola hansı yola yaxındır? Deməli, burada lap yaxın məsafədə Xırdalan, Binəqədi yolu deyirlər. Təxminən 3 və 4 marşrut keçir, nömrələrini bilmirik marşrutunu. Amma ev əla yerdədir, həqiqətən inşallah gələn görəcək. Çox münasib yerdədir. Ətraf hamısı yaşayışlı gördüyünüz kimi qəşəng evlər var, məhəllə əla, sakitçilik, yaşıllıq əziz dostlar. Allah xeyir versin, alana da, satana da. Digər məsələlər də inşallah burada evin üstündə inşallah söhbət edəcəyik. Əziz dostlar, hər birinizdən xahiş edirik səhifəmizi bəyənib videolarımızlara yazmağı unutmayın ki, növbəti satışa çıxan evlərinizdən sizin də xəbəriniz olsun. Sizin də satışlarınız varsa bizimlə əlaqə saxlayın. Gələk çəkək, paylaşaq və satılmasında köməkliyi göstərək. Allah ev olmayanlara ev qismət edək.